Salam, mənim adım Murad və bu gün mən dünyanın maliyyə xəritəsi və fond bazarı haqqında danışacağam. Sizcə dünyada nə qədər pul var? 52 trilyon ABŞ dolları. Bu, bütün nağd pullar, eləcə də yığım hesablarındakı məbləğlərdir. Bura bank depozitlərində əlavə etsək, 197 trilyon dollar alarıq. Dünyadakı bütün daşınmaz əmlakın dəyəri isə təxminən 400 trilyon dollar qiymətləndirilir. Bəs bilirsinizmi, 280 trilyon dollarlıq məbləğin arxasında nə dayanır? Fond birjalarında dövrəyə edən qiymətli kağızlar. Bu məbləğ niyə bu qədər böyükdür? Gəlin öyrənək. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. Fond bazarının populyarlığı bir neçə əsas məqamla bağlıdır. Birincisi, burada unikal bir məhsul, qiymətli kağızlar satılır. Onlar sizə sahibkarlıq risklərinin çoxundan və şirkətin idarə olunması ilə bağlı mürəkkəb suallardan qaçaraq biznesin mənfəətindən pay almaq imkanını verir. Əsas qiymətli kağızların, səhəm, istiqrazların, iş prinsipləri haqqında izahlı videolarımı təsvirdəki linklərdən izləyə bilərsiniz. İkincisi, qiymətli kağızlara qoyulan investisiyaların gəlirliliyi çox vaxt alışdığımız alətlərdən xeyli yüksək olur. Gəlin hesablayaq. Təsəvvür edin ki, 2016-cı ilin əvvəlində sizin 1000 manatınız var idi. Əgər siz bu pulu illik orta 9% dərəcəsi ilə bank depozitinə qoysaydınız, 2026-cı ilin martına qədər məbləğiniz 2400 manata çatardı. Bu pis göstərici deyil. Siz kapitalınızı 2 dəfədən çox artırmış olardınız. Bəs əgər fond bazarını seçdiniz, son 10 il ərzində Amerika iqtisadiyyatı və texnologiya sektoru nəhəng artım nümayiş etdirdi. Eyni 1000 manatı S&P 500 indeksinə yatırsaydınız, sizin 1000 manatınız 4100 manata çevrilərdi. Fərq göz qabağındadır. Fond bazarı nəinki bank faizini üstəlir, həm də investisiyalarınızı yerli valyuta risklərindən avtomatik sığortalayır. Çünki siz Apple, Microsoft və ya Nvidia kimi dünya nəhənglərinin payçılarına çevrilirsiniz. Siz haqlı olaraq qeyd edə bilərsiniz ki, əgər yüksək gəlirlilik axtarırıqsa, daşınmaz əmlaka investisiya etmək lazımdır və qismən haqlı olarsınız. Son 10 illiklərdə nəinki Azərbaycan, həm də xarici daşınmaz əmlak qiymət baxımından ən populyar fond indeksi olan S&P 500-dən daha çox artmışdır. Lakin burada qiymətli kağızların xeyrinə olan üçüncü vacib məqam yaranır. İnvestisiyaya başlamaq üçün aşağı baryer. Özünüz mülahisə yürüdün. Mənzil almaq böyük ilkin kapital tələb edir və heç kim həmin sahənin qiymətini mütləq artacağına zəmanət vermir. Fond bazarında isə investisiyaya başlamaq üçün cəmi 100 dollar belə kifayətdir. Bəs bu bazar necə işləyir? Tutaq ki, Light adlı bir şirkət var. O idman ayaqqabılarını istehsal ilə məşğuldur və biznesini böyütmək üçün vəsait cəlb etmək istəyir. Bunun üçün o səhmdar cəmiyyətə çevrilir, səhmlər buraxır və onları birjada yerləşdirir, yəni IPO prosedurundan keçir. Şirkətin səhmləri fond birjasına daxil olduqda onları istənilən investor ala bilər. Faktiki olaraq birja bir mağazadır. Burada emitentlər öz məhsullarını, yəni qiymətli kağızlarını təqdim edir. İnvestorlar isə dəflərdə bəyəndikləri mövqeləri alırlar. Dünyada belə birjalar çoxdur. Ona görə də hər bir şirkət öz kağızlarını hansı birjada yerləşdirməyin daha sərfəli olduğunu özü qərar verir. Light şirkəti səhmlərini satdıqdan sonra onlar iki kateqoriya alıcı arasında alqı-satqı obyektinə çevrilir: dilerlər və brokerlər. Dilerlər öz hesabına qiymətli kağız alıb satan və bundan qazanan iri şirkətlərdir. Brokerlər isə investorların ticarətə çıxışını təmin edən vasitəçilərdir. Bu o deməkdir ki, siz birbaşa birjaya daxil olub Tesla səhmi ala bilməzsiniz. Siz brokerdə xüsusi hesab açmalı olacaqsınız. Brokerlərin əsas gəliri isə müştərilərinin əməliyyatlarından tutulan komissiyadır. Beləliklə, Light bütün səhmlərini birjada satdı. Bəs indi onları kim aldığını necə bilmək olar? Bu məlumatı registrator toplayır. Qiymətli kağız sahiblərinin reyestrinə aparan hüquqi şəxs. Bəs investorların kağızlarını necə uçota alınır? Axı birjadakı bütün alışlar elektron formatda həyata keçirilir. Heç kim bir topa səhmi götürüb evdə yastığının altında saxlamır. Lakin sahiblik faktı bir cür qeydə alınmalıdır. Bu uçot və saxlama xidmətlərini depozitarlar həyata keçirilir. Onların hesablarında hər bir müştərinin hansı kağızlara sahib olduğu barədə bütün məlumatlar var. Yəni registrator şirkət
üçün bütün sahiblərin siyahısını tutur. Depositlər isə hər bir investorun fərdi hesabına aparır. İndi təsəvvür edin. Hər gün hər birjada milyonlarla, bəlkə də milyardlarla əməliyyat baş verir. Eyni investor bir ticarət sessiyası ərzində eyni kağızı bir neçə dəfə alıb sata bilər. Üstəlik, bu sövdələşmələrin çoxu kreditlə həyata keçirilir. Ona görə də bazarda bütün hesablaşmaların düzgünlüyünü yoxlayan bir iştirakçının, clearing təşkilatının olması çox vacibdir. Gəlin baxaq. Siz brokerin mobil telefon tətbiqində al düyməsini sıxdıqda nə baş verir? Birincisi, broker alış sifarişini birjaya göndərir. Sonra sifariş orada kimsə həmin kağızı sizin təklif etdiyiniz qiymətə satmaq istəyənə qədər qalır. Üçüncü addım, alıcı və satıcının istəyi üst-üstə düşən kimi birja sövdələşməni qeydə alır və məlumatı clearing təşkilatına ötürür. Clearing şirkəti alıcının pulunun və satıcının kağızının kifayət qədər olduğunu yoxlayır, qarşılıqlı hesablaşmaları aparır və depozitara göstəriş verir. Depozitlar mülkiyyət hüququnun keçidini qeydə alır. Pulu alıcıdan satıcıya, qiymətli kağızı isə satıcıdan alıcıya ötürür. Sövdələşmə tamamlanır. Biz hələ bir çox məsələləri, IPO-nun xüsusiyyətlərini, listing, underwriting, birjadan kənar ticarəti və s. mövzuları nəzərdən keçirmədik. Əgər bu və ya digər mövzular sizin üçün maraqlıdırsa, şərhlərdə bildirin. Növbəti videolarda onlar haqqında danışarım. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizi əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcək sizə.